يخشى إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ. Əziz dəyərli qardaşlar, hörmətli müsəlmanlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu, Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Ona görə də qorxun Allah Taala'dan və bilin ki, yol qısadır, səfər yaxındır və xoşbəxt o kəsdir ki, ölüm onu oyatmamışdan əvvəl özü qəflətdən oyansın. Və bugünkü söhbətimiz əzəmətli bir hədisdəndir, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin az ləfsli olub çox mənalara aid edən kəlmələrindəndir. Deyir ki, sallallahu aleyhi və səlləm Abdullah ibn Ömərə tövsiyə edərək, baxmayaraq Abdullah ibn Ömərə tövsiyə edir, lakin o demək deyil ki, sırf ona aiddir, yox. Əksinə hamıya, ümmətin hamısına, bütün möminlərə aid olan bir tövsiyədir. Kim nicat tapmaq istəyirsə, uğur tapmaq istəyirsə, bu tövsiyəni dinləməlidir. Deyir ki, sallallahu aleyhi və səlləm Abdullah ibn Ömərə xitab edərək və ondan da qabaq çiynindən tutaraq, necə ki, Abdullah ibn Ömər özü vəsf eləyir, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çiynimdən tutdu və dedi ki, kun fid dunya kəənnəkə qarib. Dünyada elə ol ki, sanki sən qəribsən. Yəni, dünyada elə ol, sanki sən qəribsən, əv əbiri səbil və yaxud da yol keçənsən. Və İbn Ömər də radiyallahu anhu deyirdi ki, İzə əmsəytə fələ təntəzir sabah. Axşama çıxsan, səhəri gözləmə. Və İzə asbəhtə fələ təntəzir ilməsə. Əgər səhərə çıxsan, axşamı gözləmə. Və xuz min sıhhətikə limaradik. Sağlamlığından xəstəliyin üçün və min həyatikə limautik və həyatından da ölümün üçün qənimət götür. Yəni istifadə et, pay götür. Və fikir ver, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu mərhəmət və rəhmət dolu tövsiyəsi necə öyrədir Abdullah ibn Öməri, xüsusən də çiynindən tutaraq və elə belə tutmayıb çiynindən. Çiynindən tutub ki, ayılsın. Yəni, ayıq-sayıq olsun, başa düşsün, diqqət etsin ki, yəni ona deyilən sözlər əzbərlənməli sözlərdir, qorunmalı sözlərdir. Deyilən sözlər heç də keçici kəlmələr deyil ki, eşidib unutsun. Əksinə həyatın vəsiyyətidir. Deyir ki, ona kun fid dunya kəənnəkə qarib. Dünyada elə ol ki, sən ki, qəribsən. Deyir ki, dünyada elə ol. Yəni, dünyada qaldığın müddətcə, yəni dünyada nə qədər ki yaşayırsan, bu müddətdə necə ol? Qərib kimi. Yəni, sanki deyir ki, ona bənzə qəribə. Çünki qərib, necə bilirsiniz, olduğu yerdə əgər qəribdirsə, rahatlıq tapmır, arxayın olmur. Ona görə İbn Hübeyrə deyir ki, Peyğəmbər s.ə.v rəğbətləndirir onu ki, qəribə oxşasın. Çünki qərib bir şəhərə daxil oldusa, o şəhərin əhli ilə yarışmır heç vaxt. Yəni, onlarla bir məclislərdə olmağa və ya onların olduğu məclislərdə nəyəsə çatırlarsa ona çatmağa. Əksinə, çalışır ki, olduğu yerdə öz məqsədinə çatıb qayıtsın. Ona görə görürsən ki, adətən o şəhər əhlinin adət etdiyi heç geyimə də önəm vermir. Özü necə var? Elədir. Və sıxılmır da ki, onlardan fərqlənir və sıxılmır ki, onlarla
qaynayıb qarışmır. Çünki qərib necə dedi, rahatlıq tapmır olduğu yerdə. Və olduğu yerdə də oranı vətən üçün seçməyib ki, gəlib qalsın. Vətənini də unutmayıb ki, yəni ora qayıtmayacaq. Yox, əksinə, məqsədi nədirsə, onu həyata keçirmək üçün gəlib. Və beləcə də mömin dünyada belə olmalıdır. Yaşamalıdır, lakin qəlbini o dünyaya bağlamamalıdır. Yeyə bilər o dünyadan, içə bilər, geyinə bilər, dincələ bilər, işləyə bilər, ruzisini halal yolla tələb edə bilər, lakin bilir ki, həmçinin dünya keçicidir, əbədi deyil. Dünya yoldur sadəcə, qalıcı diyar deyil. Ona görə Peyğəmbər s.ə.v tövsiyə edir ki, qərib kimi olsun. Sonra deyir ki, və yaxud da yol keçən kimi. Və yol keçən qəribdən daha diqqətli olmalıdır. Çünki yol keçən müsafirdir. Necə ki, qərib müsafirdir. Yol keçən daha diqqətlidir. Çünki yol keçən adətən necə ki, dedi ki, müsafirdir. Müsafir kimi özü ilə götürdüyü əşyalara baxsa, görərik ki, ancaq ona fayda verən nəsə götürür özü ilə. Qəlbi bağlı deyil ağır bir şeyə. Nəsə bir yük daşımır özü ilə. Və yaxud da hər keçdiyi yerdə dayanıb baxmır ki, nə gözəl mənzərədir. Yox. Çünki elə etsə, gəldiyi məqsəd unudulacaq. Məqsədi nədir? Getdiyi məsafəni qət etməkdir. Və çalışır ki, nə var o ilə miniyindən, azuqəsindən, onun ehtiyacı olan qədər olsun o ilə. Ağırlığa önəm vermir. Çünki o getdiyi yer onun üçün qalıcı bir yer deyil, qalmaq istədiyi yer deyil. Və bu da işarədir ki, insan dünyada zahid olmalıdır. Nə ehtiyacı varsa o qədər əldə etməyə çalışmalıdır. Ondan artığına canfəşanlıq etməməlidir. Necə ki, müsafir onu mənzilə çatdıracaq nə isə götürürsə özü ilə, mömin də dünyadan nə ona ehtiyacdırsa, onu nə mənzilə çatdırırsa, qayə çatdırırsa onu götürməlidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bu tövsiyəni edib Abdullah ibn Ömərə. Sanki demək istəyir ki, sən dünyada müsafirsən və keçən günlər də mərhələlərdir, etapdır, nəfəslər addımlardır və axirətə yoldur. Və axirətin ilk qapısı da qəbirdir. Hansı ki, heç kimə də gizli deyil bu ki, axirətin ilk qapısı, hansı ki, hər bir insan keçəcək ondan, ölümü datdıqdan sonra qəbirdir. Ona görə Osman ibn Affan radiyallahu anhu qəbrin üzərində dayananda ağlayardı. Və çox ağlayardı o dərəcədə ki, saqqalı islanardı, nəm olardı, yaş olardı. Ona deyərdilər ki, sən cənnəti xatırlayırsan, cəhənnəmi xatırlayırsan, bu qədər ağlamırsan. Burada niyə belə edirsən? Deyirdi ki, eşitdim ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyirdi ki, qəbir axirətin ilk mənzilidir. Kim burada nicat tapsa, bundan sonrası daha asan olacaq. Kim burada nicat tapmasa, yəni xəsarətə uğrasa, bundan sonrası daha çətin olacaq. Və deyirdi ki, sallallahu aleyhi və səlləm, gördüyüm elə bir mənzərə yoxdur ki, qəbir onların ən dəhşətlisi olmasın. Yəni, qəbirdən dəhşətli bir mənzərə görmədim. Ona görə də bax, yəni bu səfər hansı ki yaşayırsan bu dünyada, bu səfərində özünlə gedəcəyin o axirətin ilk mənzilinə daxil olduqda nə daşıyacaqsan özü ilə, nə aparacaqsan? Salih qıldığın bir namaz daşıyacaqsan, yoxsa ki, tövbəli bir qəlb daşıyacaqsan və ya Allah yolunda sərf etdiyin bir malın savabını daşıyacaqsan, valideynlərə qarşı yaxşı davranmağın, Allah'a zikr edən dil, bunları daşıyacaqsan, yoxsa ki, özünlə qəflət aparacaqsan, sonraya saxladığın əməllər hansı ki, peşmançılığını daşıyacaqsan və ya o günahlar hansı ki, tövbə etməmişsən, onlardan daşıyacaqsan. Ona görə də qəlbi ən əzəmətli xəstələndirən odur ki, qul uzun arzulara qapanır. Bu dünyada yaşaya-yaşaya uzun arzulara qapanır. Və insan görürsən ki, deyir ki, sabah əməl edərəm, sabah tövbə edərəm,
sabah Allahdan qorxaraq, xuşu ilə namaz qılaram. Yaşım çoxalanda, artanda, yaşa dolanda tövbə edərəm. Boş vaxtım olanda nəyisə islah edərəm, düzəldərəm. Lakin kim sabaha zəmanət verir? Kim axşama çıxanda sahibdir ki, səhərə çıxacaq və ya kim səhərə çıxanda sahibdir ki, zamindir onun üçün kim ki, bu axşama çıxacaq. Ona görə Abdullah ibn Ömər radiyallahu anhu təkrarlayırdı. Peyğəmbər s.ə.v-dən bu sözü eşidəndən sonra deyirdi ki, axşama çıxsan səhəri gözləmə və səhərə çıxsan axşamı gözləmə. Sanki rəğbətləndirir bizi ki, ey insan, ölüm daima göz önündə olsun. Ölüm göz önündən çəkilməsin. Salih əməllə məşğul ol, arzularını biraz qısa et və dünyanın aldatmasına, bərbəzəyinə aldanma. Tələs əməl eləməyə. Çünki qul bilmir ki, nə vaxt vətəninə çatacaq, səfərindən qayıdacaq, səhər yoxsa axşam. Və əgər axşamlayıbsa, qərib kimi olsun, səhəri gözləməsin. Və əgər sabahlayıbsa, qərib kimi olsun, axşamı gözləməsin. Lakin bu məna deyil, bu hədis, bu tövsiyə bizə o mənanı vermir ki, biz dünyada işləməyək, məsuliyyəti tərk edək, məsuliyyətsiz olaq. Xeyr, əsla. Əksinə, öyrədir bizə ki, dünya üçün əməl edək, lakin dünya əlimizin içində olsun. Qəlbimizdə yox. Və Allahla qarşılaşmağa hazır olaq ki, çünki dedik ki, səfər yaxındır. Ki, Allahla qarşılaşanda xoşbəxt olan bəndələrdən olaq. Ona görə Allah Teala vurğulayıb bir neçə ayədə ki, ölüm haqdır. Və vurğulayıb ki, hər kəs ölümü dadacaq. Lakin əmr edib hazırlaşaq o səfər üçün. Deyib ki, ey iman gətirənlər, Allahdan qorxun, hər bir nəfs baxsın, sabahsı günə nə hazırlayıb. Ona görə də ağıl sahibi o kəsdir ki, dünyanı axirətə keçid hesab edir. Və qafil odur ki, fani olanı əbədi olana dəyişib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan edib ki, bu dünyada yaşadığımız müddətcə iki neymət var, hansı ki, əksər insanlar aldanıb onda. Və sonra bəyan edib o neyməti, deyib ki, o sağlamlıqdır, boş vaxtdır. Ona görə də Abdullah ibn Ömərin zikr etdiyi söz həqiqət var. Çünki sağlamlıq neymətdir, lakin o neymət qalıcı deyil, daimi deyil. Ola bilsin geçsin, bir daha qayıtmasın və ola bilsin geçsin, qayıtsın. Eləcə də boş vaxt neymətdir, ola bilsin geçsin, bir daha qayıtmasın. Ola bilsin də qayıtsın. Və ola bilər məşğul olasan xəstəliklə, kədərlə və ola bilər də məşğul olasan əzəmətli bir səbəblə, hansı ki, bəzi alimlər deyiblər ki, boş vaxtı məşğul edən ən əzəmətli şey ölümdür. Hansı ki, insana gəldikdə artıq vaxt qalmır onun üçün. Ona görə Abdullah Ömər radiyallahu anh deyir ki, sağlamlığından xəstəliyin üçün istifadə et, boş vaxtından məşğuliyyətin üçün istifadə et, həyatından ölümün üçün istifadə et. Və bunu da əbəs yerə deməyib. Çünki insan labüddür ki, sağlamlıq, xəstəlik onu əhatə eləsin. Yəni, sağlam da ola bilər, xəstə də ola bilər, boş vaxtı da ola bilər, məşğul da ola bilər. Ona görə də sağlamlıq qənimətdir. O saatlar hansı ki, sağlamsansa o saatda, o saatlardan istifadə et ki, sənə fayda ilə qayıtsın. Çünki qul dedi ki, bilmir nə vaxt xəstəlik ona üz verəcək, nə vaxt onu ilə Allahın itayəti arasında mani olacaq o xəstəlik. Bilmir ki, o xəstəlik gələndən sonra əməl edə biləcək, yoxsa yox. Ona görə sağlam vaxtı əməl et ki, xəstəliyəndə də, əməl edə bilmədiyində də yazılsın sənə. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb ki, qul xəstələnəndə sağlam vaxtı əməl etdiyi kimi ona savab yazılır. Əməl edənin, oruç tutanın savabı, əgər sağlam vaxtı əməl edirdisə, oruç tutursa, xəstələndikdə də və ya müsafir olduqda o savab ona yazılır. Ona görə bugün namaz qıl ki, sabah ruku etmək istəyəsən, lakin bacarmayacaqsan. Və ya səcdə etmək istəyəcəksən, bacarmayacaqsan. Nə qədər sağlamsan, səcdə et. Çünki neçə xəstə insan var ki, arzulayır sənin kimi
sağlam olsun ki alnını yerə qoya bilsin və ya dizlərini bükə bilsin, əyə bilsin. Əgər malından sərf edə istəyirsənsə, bugün et ki, sabah bilmirsən, yəni o mal sənin olacaq, yoxsa varislərin. Allahın kitabını oxumaq istəyirsənsə, bugün oxu ki, çünki bilmirsən, səni ilə Allahın kitabı arasında hansı mani olacaq. Ona görə diqqət et, əgər canında həyat varsa, bədənində sağlamlıq varsa, istifadə et sağlamlığından, həyatından. Çünki insan öləndən sonra əməl dəftəri bağlanır. Əməl dəftəri bağlanır və insan öləndə də onun ardınca malı gedir, əhli gedir, əməli gedir. Və necə bilirsiniz, ikisi qayıdır. Qayıdan nədir? Malıdır, əhlidir. Yalnız əməli qalır. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb. Ona görə də əgər dünya məşğul edibsə səni, bax ki, səninlə əməlindən nə daxil olacaq qəbrə, nə qalacaq səninlə. Çünki vəzifə qalmayacaq, şək yoxdur bunda ki, qalmayacaq. Mal qalmayacaq, qalmayacaq. İnsanların mədh etməsi, tərifləməsi qalmayacaq. Məclislərdə çəkdirdiyin şəkillər, onlar qalmayacaq. Nə qalacaq? Əməl qalacaq. Hansı ki, etmisənsə o əməli səninlə qəbirdədir. Səninlə xilaskardır. Və zahidlik də bil ki, heç də kasıb olmaq deyil. Yəni, kasıb qalmaq o demək deyil ki, o zahidlikdir, yox. Və ya zahidlik o demək deyil ki, ruzini tələb eləməyi tərk eləməlisən, yox. Zahidlik o demək deyil ki, Allahın sənə halal etdiyini özvə haram etməlisən, yox. Zahidlik odur ki, necə dedik, dünya əlində olsun, lakin qəlbində olmasın. Allah Taala'nın nemətlərini Allah Taala'nın itaətində istifadə edəsən. Allah Taala'nın haqqını hansısa şəhvətə görə sabaha, təxirə salmayasan. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm tövsiyə edib əmələ tələsməyi, deyib ki, tələsin gecənin parçaları kimi, yəni qaranlıq zülmət gecənin hissələri kimi gələn fitnələr gəlməmişdən salih əmələ tələs. Nə qədər ki, o zülmət çökməyib, fitnələr əhatə etməyib sənə, qaranlığa qərq olmamısansa salih əmələ tələs. Fitnələrdən uzaq ol. Çünki bədən zəifləyir, xəstələnir, qəlb məşğul olur və insan peşman olur, lakin o peşmançılıq sonradan fayda vermir. Ona görə Peyğəmbər s.ə.v-in Abdullah ibn Ömərə etdiyi bu tövsiyə daima göz önündə olsun. Bil ki, yəni dünyaya və ya onun bərbəzəyinə yalnız qafil aldanıb sevinər. Və kədərə qərq olan da kimdir? Kim ki, dünyadan nəsə əldə etməyəndə əlini Allahın rəhmətindən üzər. Ona dünyadan ehtiyacınız nədir? O qədərini götürün. Allahın itaətinə nə kömək edirsə dünyadan, onu götürün. Nə Allahdan uzaqlaşdırır sizi, ondan uzaq olun. Allah Taala qəlblərimizi qəflətdən oyatsın. Allah Taala dünyanı bizim üçün böyük bir dərd eləməsin, elmimizin son həddi eləməməsin. Dünyanı dediyimiz kimi əlimizdə etsin, qəlbimizdə etməsin. Allah Taala hamımıza ölməmişdən qabaq sadiq tövbə nəsib etsin. Allah Taala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Aqulu ma təsməun və estəğfirullah li və lakum və lisairil muslimin min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.